birine saxta hoviyyət düzəltməklə, birinə də bizim təkin hoviyyətinin peşinə düşməklə başımızı qatıblar, məmləkətin bütün sirvətini talan eləyirlər. Götürüb aparırlar qərb ölkələrinə. Ya ki, enerji olaraq, mənabə olaraq, ya da ki, pul olaraq ağazadələrin əli ilə. Bir qismət hoviyyət, saxta hoviyyətin peşindədir ki, onu hakimiyyətdə tutub saxlaya, bir də bizim kimi öz hoviyyətimiz əlimizdən getməsin deyə, onu əldə saxlayaq, ələ gətirək deyə onun peşindəyik. Və həqiqətdə Xameneyi, Rəfsəncani və əmsalı bunlar ki, qərb ölkələrinin o məmləkətə hakim elədiyi insanlardır ki, onlara çalışırlar, bizə yox. Yəni, bir dənə məsəl verim sizə. Neft İranda özdə təhrimdədir, satla da bilmirlər, əllərində qalıb. Gündə neçə milyon boş qaz ixrac edirlər, sata da bilmirlər o qədər. Niyə gətirərlər qazo ilə səhmiyə qoyalar, ya bahalaşdırarlar? Ən azından xaricdən ki, baskı altındayıq, ən azından içəridəki yaşayanlar daha rifahda yaşasın deyə, içəridəkiləri razı saxlasınlar deyə öz milli nəfti millətə versinlər ucuz qiymətə. Ən azından içəridəki... Yəni, bu nəyə göstərir? Bunu dəyər eləmirlərsə, pəs bu insanlar bu qərb ölkənin bu ölkəyə hakim elədiyi adamlarıdır, öz maşaları deyəni. Biz hala Fars özünə saxta hoviyyəti ispatlamağı, güya doğrulaşdırmağa çalışır və biz də öz hoviyyətimizi ələ gətirməyə çalışırıq. Bunlar hamısı oyundur, sadə oyun.